Ben YouTube vasıtasıyla hər kəs salmarım. Hər vaxtınız xeyir olsun deyirəm. Bizim bugün gedişimiz Laçın rayonudur. Laçın rayonunda öz yerimizə gedirik. Ancaq biz burada bir balaca ağalıda düşdük. Həm istirahət eləyək dincələk, həm də elə bir balaca bu kənddən bir neçə evi çəkib sizə göstərmək istəyirəm. O günü bir video rastıma gəldi YouTube'da. Bir xanım video çəkib paylaşıb ki, ağalda bax belə əkin biçin hamısı çox gözəldir, çox yaxşıdır. Ancaq burada var elə evlər var ki, görünür ki ağaçları var. Ancaq bax bu evin heç bir tərəfində bax ağac əkili yanır. Bax görünür ki su verilmir. Yəqin ki suyun qiymətini o qədər baha qoyurlar ki, bax şoçukda var burada. Şoçukda var. İçəridə görüşür ki krant da var. Yəqin ki suyun qiyməti elə bahadır ki adamlar bundan istifadə edə bilmir. Yəni kiminsə imkanı var, o suyu istifadə edir, ancaq kimsə istifadəsi üçün mümkün deyil. O adam istifadə edə bilmir. Həm də onun üçün də bax yerin heç bir tərəfində ağac göstərmir. Göstərən də ağaçda bir-iki dənəsi var. Bax sizə yaxından göstərəcəm. Baxın. Lap yaxından göstərəm sizə görün. Bax ərik ağacıdır. Ərik ağacı ancaq susuzdan yanır. Su verən yoxdur. Yəni buradan belə görünür ki suyun qiyməti baha olduğu üçün cəmaət sudan istifadə edə bilmir. Bax kənardan elə birinci evdir mən çəkib göstərəm sizə. O tərəfdən görüşən ağaçlar da çinardır. Nədir? Yəni meyvə ağacı deyil. İndi keçsəm bu bir üzdən yenə də bir neçə evdə oradan sizə göstərəm. Bizim yerimiz dağ yeridir. Laçının hər tərəfi dağdır. Biz də dağın havasına öyrəşmişik. Dağ mühitinə öyrəşmişik. Biz dağ adamı olduğu üçün bizim cəmaət heyvandarlıqla məşğuldur. Ona görə də biz belə yerlərə öyrəşməmişik. Bizə belə büzlə gəlir. Bax burada görürkən bu biyandır. Biyan elə bir bitkidir ki, hər bir yerdə buna rast gəlmək olur. Ona görə ki, biyan su sevən deyil. Hər yerdə bitir bu. Bax bu biyandır. Göstərəm sizə. Yovşandır. Süpürgə deyirik. Qara süpürgə. Bax süpürgəni bitib. Bunlar hamısı demir bitir deyin. Ona görə də bu torpaqda var. Bax yenə yaxınlaşmışam buradan bu məhliyə. Həyətdə adamın maşını var. Saxlamağa yeri yoxdur. Saxlamağa yeri yoxdur. Bax bu həyətdə də görüşür ki, bax, bir dənə buradan yenə mən bir balaca yaxınlaşım. O birdən sizə göstərim. Mən bu videonu çəkib paylaşmaqda fikrim odur ki, yəni şəxsən mən bu cür yerdə yaşaya bilmərəm. Mənə buradan 5 evdə versələr, mən buranı qəbul edəmərəm. Mən dağ adamıyam, mən dağ şəraitini xoşlayıram. Hər halda demək istəyirəm ki, yəni öz yerimizdə öz evimizi istəyirəm. Öz məhəlləmizi istəyirəm. Yəni ki, başqa cür bizə tikili sərf eləmir də. Bax yenə burada gördüyünüz kimi işoçik, bax su işoçiki. Suyun krantı buradan bir üzə var. Bax burada da çəkirlər yolun qırağına, suyun şrankı görüşür. Bax görüşür, su şrankı gedir. Üstə gəlməsində məhəllədən bir neçə ağacı mən buradan sizə göstərim. Açıq-aşkar görün. Yəni bir məhəllədə ola bilsin ki, adam işləyən adam yoxdur. İşləyən adam yoxdur. Orada ağac yanır. Aha. Ancaq bu biri üzdən yenə də qaysı ağacını sizə göstərəcəm. Bax yaxından göstərəcəm, yaxşı baxın. Bax quruyub yanır. O bir üzdən də bax ağac quruyub yanır. Xanım narahat olma, mən video çəkirəm. Ağaçların yanmağından olar sizə bir dəqiqə bir sual verim.
Bax qoz ağacıdır. Görürsünüz ki, bax yarpaq solğuşuyub, yanır. Mən belə qərara gəlmişəm ki, xanım, suyun qiyməti yəqin ki, bahadır, siz istifadə edə bilmirsiniz. Ona görə də ağaçlarınız yanır. Nə deyərdiniz siz bu arada? Olar siz çəkim, danışın bir balaca. Su şoşkuda xanım özü nəsə danışmaq istəmir. Mən deyirəm, yəqin ki, siz su bahadır. Yəqin siz sudan istifadə edə bilmirsiniz, ağaçlarınız yanır. Bax, orada qaysı ağacı, o qaysı ağacı bir dəfə quruyub kəsmişsiniz. Sonra yarpaqlayıb, ancaq yenə də solğundur. Yəni, yarpağı siz bu evdə yaşamırsınız? Yox, ağaç sizin deyil. Su verilirse axı yaşlılığı yoxdur. Bax, o ağacı yarpaq solğundur. Bax, bir də bura göyəm ağacıdır. Göyəm ağacıdır, yoxdur, yanıb. Yenə mən bu biri tərəfdən yenə bir ayrı məhəlləyə yaxınlaşıram. Bir məhləni də sizə çəkim göstərim. Bu üçüncü məhəllə olsun. Bununla da bu videonu qutaraq. Bax, burada da yenə gördüğünüz kimi yenə hər bir qapının ağzında su şoşku durur. Su şoşkudur, işığı şoşkudur. Sonra tut ağacıdır. Bax, burada görünür vəziyyəti, nə vəziyyətdədir. Bax, görüşür. Qupquru. Buna su verən yoxdur. Yəni bu tür ağac saxlamırlar. Biz dağ adamı olsaq da biz ağaca, bağa çox həssasıq. Yəni ağac becərənib, bağ saxlayanıq. Yəni ağacı bu cür saxlamırlar. Yanır gedir, görünür ki, yanır. Ancaq məhəllədə bir balaca əkin işi gedibdir. İndi yayın ortası gəlir, bax, heç nə eləməyiblər. Ola bilsin ki, bu adam da çalışırmış ki, nəsə eləsin. Su yoxdur deyin, belə də qalıbdır. Burada yaşayış, mən deyərəm ki, çox aşağıdır. Mən bundan da bu videonu tamamlayıram. İnşallah videonun tamamı gələcək. Videonu izlədiyiniz üçün hər bir şeyə təşəkkür edirəm. Sağ olun, var olun.